Ötən il Azərbaycanda pensiya yaşına çatmadan vəfat edənlərin sayı 58 min nəfər olub. Bu gün də Azərbaycanda ən çox müzakirə edilən məsələlərdən biri odur ki, vətəndaşlar illərlə işlədikdən sonra onların toplanan pensiya kapitalı necə olur? Onun taleyi ilə bağlı hər hansı bir qərar vermək mümkün deyil. Azərbaycanda vətəndaşların vəfat etdikləri təqdirdə onlar üçün nəzərdə tutulan dəfn xərcləri mövcuddur. Eyni zamanda vəfat edən şəxs əgər əmək pensiyası alırsa, himayəsində 18 yaşına çatmamış övladı varsa, həmən pensiyaya 18 yaşına qədər onun övladına ödənilir. Və yaxud da əyani təhsil alan övladı varsa, 23 yaşına qədər həmin övladı pensiyanı alır. Və yaxud da ailə başçısını itirməyə görə müəyyən edilmiş sosial təminatlar mövcuddur. Əgər ailə başçısı vəfat edirsə, ailənin digər başçısına və yaxud da həyat yoldaşına həmin pensiya təyin olunur və o ömürlük pensiyanı ala bilir. Buna baxmayaraq, əmək pensiyasının üzrə pensiya yaşına çatmadan vəfat edənlərlə bağlı pensiya təyin edilməyibsə, onların illərlə toplanmış pensiya kapitalının taleyi hələlik müəyyən edilməyib. Və bu məsələ ilə bağlı illərdir ki, müzakirələr aparılır. Aldığımız məlumatlara görə bu il payız sessiyasında Milli Məclisdə məsələ yenidən müzakirə edilə bilər və yeni layihə üzərində işlər həyata keçirilir. Ümidvarıq ki, pensiya yaşına çatmadan vəfat edən və uzun illər işləyən vətəndaşların pensiya kapitalından müəyyən yaş dövründə istifadə etmək hüquqları yaranacaq. Çünki Azərbaycanda əsasən də 60 yaşdan yuxarı vətəndaşlar iş tapmaqda və yaxud da sosial təminatla bağlı, dolanışıqla bağlı ciddi problemlərlə üzləşirlər və 65 yaşa qədər gözləmək məcburiyyətindədirlər. Böyük ehtimalla 60 yaşdan sonra pensiyaların müəyyən məbləğindən sosial yardım formasında vətəndaşlara ödənilməsi həyata keçirilə bilər. Hələlik bu müzakirə olunan yalnız təklifdir.